Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allah'ın salamı, rahmeti ve bereketi üzerimize olsun. Rabbim cumamızı mübarek eylesin. Bu cumanın feyiz ve bereketinden istifade etmeyi bize nasip eylesin. Değerli kardeşler, Allah-u Teala insanoğluna birçok nimetler bahşetmiştir. Her biri birbirinden değerli nimetler vermiştir. Bu nimetlerden birisi de insanın özünü ifade edebilmesi için Allah'ın varlığını ve birliğini ikrar edebilmesi için ünsiyet kurabilmemiz için verilen nimetlerin başında gelen dil nimetidir. Ancak bu nimeti doğru istifade etmezsek, Allah'ın bize vermiş olduğu bu dili Allah'ın istediği şekilde istifade edebilmezsek, bu dil bizim aynı zamanda felaketimiz olmakta, bizi ebedi hüsrana, cehenneme de götürmektedir. İslam alimleri genel olarak insanı cehenneme götüren, insanı cehenneme sürükleyen şeylerin başında dil gelmektedir. Dilden çıkan birçok şey insanı hüsrana götürmektedir. İnsan diliyle iman eder. Diliyle Allah'ın varlığını ve birliğini ikrar eder. Önce dil söyleyer, sonra gelip bunu tasdik eder. Daha sonra da beden organlarımız bu imanın gerektiği şekilde yaşamaya başlayar. Ama dil ikrar etmezse, dil Allah'ı tanımazsa, Allah'ın tanıdığını söylemezse, o zaman kalbe iman yerleşmez, beden organlarımız, davranışlarımız da imana göre şekillenmez. İslam uleması, İslam alimleri ve birçok kitaplarda afetul lisan, yani dilin afetleri, dilin belaları diyerek bir başlık açılmıştır. Yani dil bize hansı belaları getirmektedir, bizi necə hüsrana götürmektedir, bunları açıklamıştır İslam alimleri. Allah-u Teala da Kur'an-ı Kerim'de devamlı dilin söylediği şeylere dikkat çekmiştir. Danıştıklarımıza, dediklerimize her daim dikkat çekmiştir. Kaf suresinin 18. ayet-i kerimesinde buyurur ki, İnsan hiçbir söz söylemez ki yanında onu gözetleyen ve yazan bir melek olmasın. Bu ayet-i kerime bize gösterir ki insanın söylediği her bir söz yanımızda olan melekler tarafından qeydə alınmaktadır, yazılmaktadır. Onun için insan ne dediğine, ne danıştığına, ağzından çıkan söze dikkat etmesi lazımdır. O güzel bir atasözü vardır. Der, söz olar kəsə savaşı, söz olar kəstirər başı. Yani bir söz var ki, büyük bir müharibəni, davayı kəsər. Bir söz var ki, insanın başını kəstirər. Onun için insan her daim ağzından çıktığına, çıxartdığına belə desək, dikkat etmesi lazımdır. Başka bir ayet-i kerimede ise İsra suresinin 36. ayet-i kerimesinde hakkında bilgi olmayan bir şeyin arkasıyla düşme deyir Allah Teala. Yani bir mesele hakkında bir bilgin yoksa onun arkasıyla düşme. Çünkü kulak, göz ve kalp hamısı bundan sorumludur, mesuliyet taşımaktadır. Yani kulağımız, gözümüz, kalbimiz hakkında bir bilgisi olmayan bir sözün, bir ifadenin mesuliyetini taşımaktadır. Yani anlamayacağımız, bilgimiz olmadığı bir meselenin
arkasıyla getməyəcəyiz, o haqda danışmayacağız. Peyğəmbər Aleyhisselamın gözəl bir hədisi var, deyir, insana günah olaraq hər eşitdiyini danışması yetərdir. Yəni, hər eşitdiyimiz sözü, hər eşitdiyimiz ifadəyi danışmaq bizə günah olaraq yetər. Çünki eşidilən hər söz, hər ifadə danışmağa müsait deyildir. Yalanı vardır, iftirası vardır, haramı vardır və yaxud da fitnəsi vardır hər bir sözdə. Onun üçün insan danışdığına, eşitdiyinə diqqət etməsi lazımdır. Allah Resulü aleyhissalatü vesselam da hədis şərifində buyurur ki, "Mən kâne yu'minu billahi vel yevmil ahir." Kim Allah'a və axirət gününə iman edirsə, inanırsa, "Fəlyəqul xayran əv liyəsmut." Ya xeyir söyləsin, ya da sussun. Demək ki, çox danışmaq önəmli deyildir. Önəmli olan xeyir sözü danışmaqdır. Xeyir bir söz yoxsa, gözəl bir söz yoxsa, ən gözəl olanı nədir? Susmaqdır. Yəni, hər şeyə, hər kəsə cavab vermək bir müsəlmanın xüsusiyyətindən, bir müsəlmanın xasiyyətindən deyildir, dəyərli qardaşlar. Başqa bir hədis-i şərifində buyurur ki, Allah Resulü aleyhissalatü vesselam Əbu Said Əl-Xudri rəvayət edir. Deyir ki, Peyğəmbər aleyhissalam, insan deyir, sabah oyandığı zaman, qalxdığı zaman bütün orqanlar, əlimiz, gözümüz, qulağımız, qəlbimiz, mədəmiz, hər bir orqan ilə deyərlər ki, bizim haqqımızda Allahdan qorx. Çünki biz sənə bağlıyıq. Sən doğru olarsan, biz də doğru olarıq. Sən əyri olarsan, biz də əyri olarıq. Yəni, insan dili ilə doğru danışdığı zaman bütün orqanlar doğru davranmaya başlayar. Amma bir insan yalan danışdığı zaman hal və hərəkətləri ilə hər halükarda o yalan sözünü doğrulamağa çalışır və yaxud da o yalan sözünə uyğun yaşamağa başlayır. Demək ki, dil insanın orqanlarını, insanın yaşayışını etkiləyən önəmli bir orqandır, önəmli bir nimətdir, dəyərli qardaşlar. İmam Qazaliyə görə dilin afətləri, bəlaları vardır. Bunlardan birincisi qeybətdir. Bilirsiniz, qeybət dil ilə edilən bir günahdır. Və Allah-u Teala'nın Quran-ı Kerimdə, Hucurat surəsində qadağan etdiyi günahların başında gəlməkdədir. Ayət kərimədə buyurur ki, Allah-u Teala, ayətin əvvəli də vardır, biz qeybətlə olan qismini deyirik. Və lə yəxtab bə'dukum bə'da, bir-birinizin qeybətini etməyin buyurmaqdadır. Əyuhibbu əhadukum ən yəkulə ləhmə əxihi məytən. Sizdən birinizdir, ölmüş qardaşının ətini yemək istəyərmi? Sevərmi? Yəni, ölmüş bir qardaşın ətini yeməyi iğləndiniz deyilmi? Deyir ayət kərimənin davamında. Yəni, demək ki, qeybət etmək, bir insanın haqqında onun xoşuna gəlməyəcək şəkildə danışmaq dilin bəlalarındandır və Allahın qadağan etdiyi, dilimizi qorumamızı istədiyi günahlardandır. Və günahı da nəyə bənzədir? Ölmüş qardaşının ətini yeməyə bənzədir. Yəni, qeybət nə qədər pis bir davranışdır, pis bir xüsusiyyətdir. Yəni, İnsan ölmüş qardaşın və yaxud qardaş olunsa ölmüş bir insanın, ölmüş bir heyvanın belə ətini yeməyə insan iğrənir, insan diysinir. Bir də düşün, qardaşın ətini yeyirsin. O qədər murdar, o qədər pis bir davranışdır ki, insan ilk olaraq dilini qeybətdən qoruması lazımdır. Həzrət Peyğəmbər aleyhissalatü vesselam başqa bir hədis-i şərifində buyurur ki, qeybət nədir deyir, bilirsinizmi? Qeybət nədir? Ashab deyir ki, Allah və Resulü daha yaxşı bilir. Baxın, bu ifadə çox önəmlidir, qardaşlar. Allah və Resulü daha yaxşı bilir. Yəni, bəlkə də içlərində bilənlər vardır, eşitmiş olanlar vardır, ayətdən, hədisdən bilgisi olanlar vardır. Amma Allah Resulü bir sual verdiği zaman kimsə onun sözünün üzərinə mən bilirəm demir. Allah və Resulü daha yaxşı bilir.
Yəni biz də bilə bilərik. Amma Allah və Rasulü daha yaxşı bilir deyərək Allah və Rasuluna qarşı olan hörmətin və itayətin göstərgəsidir. Peyğəmbər aleyhissalam buyurur ki, qeybət qardaşının xoşlanmadığı bir şey ilə haqqında danışmaqdır. Yəni bir din qardaşımız haqqında onun xoşuna gəlməyəcək, onun bəyənməyəcək bir halını onun haqqında danışmaqdır. Sahabə deyir, ya Resulallah, bəs danışdığımız şey onda varsa, yəni bir qardaşın bir pis xüsusiyyəti vardır, onu danışırıq. Amma o xüsusiyyət onda var. Bəs deyir, o zaman Allah Resulü buyurur ki, o zaman qeybət olur. Amma onda olmayan bir şeyi danışdığınız zaman deyir, bu da iftira olur. Demək ki, qeybət nədir? Din qardaşımızı xoşlanmadığı bir halı ilə anmaqdır, xatırlamaqdır. Onun günahını, qüsurunu, xatasını başqalarının yanında anlatmaq qeybətdir. Və bu, din qardaşımızın ətini yemək qədər pis bir davranışdır, dəyərli qardaşlar. Onun üçün dilin afətlərindən, dilin bəlalarından birincisi qeybətdir. Və bir müsəlman qeybətdən uzaq durması lazımdır. Qeybətdən uzaq durması lazımdır. İkinci olaraq yalan danışmaqdır. Həzrət Peyğəmbər aleyhissalatu vesselamın hədis-i şərifində buyurur ki, yalan insanı günaha götürür, günah da insanı cəhənnəmə götürür. Yəni, insan cəhənnəmə getmədən əvvəl başlanğıcı nədir? Yalandır. Yalan danışırıq, yalan danışdıqdan sonra günah işləyirik, günah da bizi cəhənnəmə götürməkdir. Yəni, bir insanın cəhənnəmə getmə səbəbi onun etdiyi günahlardır, qardaşlar. Və günahlar da bəzən bizim xırda gördüyümüz, balaca gördüyümüz xətalardan qaynaqlanır. Onlar çoxalır, ən sonunda böyüyüb dağa dönür və böyük günahlara çevrilməkdədir. Və başqa bir hədis şərifində buyurur ki, yazıqlar olsun o kimsəyə ki, insanları güldürmək üçün danışır və yalan söyləyir. Yəni, insanları güldürmək üçün, əyləndirmək üçün yalan danışmaq da yenə günahlardandır və Allah Resulü ona yazıqlar olsun buyurmaqdadır. Ancaq 3 yer var ki, orada yalan danışmaq olar. Yəni, caizdir, belə desək, 3 yerdə. Bunlardan birincisi, müharibə əsnasındadır. Düşmanı aldatmaq üçün, düşmana qələbə qazanmaq üçün yalan danışa bilərsən. Bunun örnəkləri Xəndək müharibəsində qarşımıza çıxmaqdadır, səhv xatırlamıramsa. Xeybər müharibəsi Mədinəyi müdafiə edilən bir müharibədir. Ətrafına xəndək qazılmışdır, xəndək müharibəsi. Və orada Məkkəli müşriklərlə Mədinədə yaşayanlar, Yahudilər arasında bir ittifaq olur. Müttəfiq qururlar ki, müsəlmanlara qarşı birlik olurlar. Və orada bir sahabə müşriklərin xəbərini yalan bir şəkildə Yahudilərə çatdırır. Yahudilərin xəbərini də yalan bir şəkildə müşriklərə çatdıraraq onların qurmuş olduğu o birliyi, o ittifaqı ortadan qaldırır, arayı pozur və müsəlmanların o müharibədə zəfər qazanmalarına səbəb olurlar. Yəni, bu səbəblə müharibə əsnasında hiylə üçün yalan danışmaq caizdir. İkinci olaraq, iki insanın arasını düzəltmək üçün. Məsələn, 2 din qardaşımız bir-biri ilə küstür. Onun haqqında gözəl ifadələr işlədirsən ki, sənin haqqında o belədir. Və yaxud da o birisinə, digəri haqqında gözəl ifadələr işlədərək qəlblərinin bir-birinə isinmələrinə, könüllərinin bir-birlərinə yaxınlaşmalarına səbəb olursa və yalan danışaraq. Bu da caizdir. Niyə? Çünki düşmanlığı bitirmiş olursan. Üçüncü də kişinin xanımına, xanımın da ərinə etmiş olduğu gözəl sözlər də yenə yalan olsa da caiz olaraq göstərilmişdir. Çünki o da yenə ailənin qorunmasıdır. Çünki ailə qorunduğu zaman cəmiyyət qorunmuş olur. Dostluqlar, qardaşlıqlar qorunduğu zaman cəmiyyət qorunmuş olur.
müharibə əsnasında yalan danışdığımız zaman yenə ümmət və cəmiyyət qorunmuş olur. Ümumin faydasıdır dəyərli qardaşlar. Bu şəkildə yalan danışmaq caiz, amma onun xaricində balaca da olsa, böyük də olsa yalan danışmaq caiz deyildir. Bir hədis şərif vardır. Allah Resulü buyurur ki, mömin xəsis ola bilər, mömin qorxaq ola bilər, ancaq mömin yalancı ola bilməz. Mömin yalan danışmaz. Üçüncü olaraq dəyərli qardaşlar, dilin bəlalarından üçüncüsü nəmimədir. Nəmimə nə deməkdir? Söz daşımaq. Bundan ona söz daşıyır, ondan ona söz daşıyır, onun sözünü ona deyir və ara qarışdıraraq, fitnə çıxardaraq cəmiyyətin və insanların huzurunu pozmaqdır. Bu da yenə nə ilə edilir? Dillə edilir. Danışırsa, o sənin haqqında bunu dedi, bu sənin haqqında onu dedi. Yalan, doğru demədən, ayırt etmədən insanların arasını vurub, insanları bir-birinə düşman edən davranışlardan birisi də nəmimədir və Allah Resulü buyurur ki, لا يدخل الجنة النمام. Söz daşıyan, fitnə çıxaran, başqasının sözünü başqasına daşıyan insan cənnətə girə bilməz buyurmaqdadır. Yəni cənnətə girməmizə önündə əngəl olan, mane olan davranışlardan birisi də söz daşımaqdır dəyərli qardaşlar. Bununla əlaqəli başqa bir hədis şərif vardır. Allah Resulü aleyhissalatü vesselam sahabələrlə bərabər gedərkən iki qəbir görür və bir ağacı ortadan görür, hərəsinin baş ucuna birisini basırır və deyir ki, bunlar qəbir əzabı çəkirlər. Və səbəbini soruşduqlarında deyir ki, bunlardan birisi kiçik abdestdə, yəni idrarında bəvlinin üzərinə düşməsindən uzaq durmurdu. Yəni diqqət etmir, tualetə gelirdi, nəcisin üzərinə düşüb düşməməsinə diqqət etmirdi, təmiz saxlamırdı. İkincisi isə söz daşıyırdı. Başqasının sözünü başqasına, başqasının sözünü başqasına və insanlar arasında düşmanlıq və yaxud da insanı başqalarının gözündə alçaltmaq kimi ifadələr işlədərək ortalığı qarışdırır. Yəni bu da yenə dilin afətlərindəndir, insanın günaha aparan yollardandır. Dördüncü olaraq dəyərli qardaşlar, boş və faydasız danışmaq. Boş söz, boş danışmaq insanın qəlbini öldürməkdədir. Bəzən hiss etmişik, yəni hər kəs hiss etmişdir istər-istəməz o mənfi təsiri. Bəzən çox danışırsan, yerli yersiz danışırsan və yaxud da fayda verməyəcək mübahisələrə girirsən və sonunda baxırsan ki, artıq qəlbin sıxılır. Yəni rahat ola bilmirsən, içindəki o huzur ortadan qalxır. Niyə? Çünki faydasız işə daldın, faydasız sözə girdin. Başqası ilə mübahisə edirsən. Yəni, bəzən elə məsələyə girirsən ki, kimsəyə bir faydası yoxdur. Bəzən də eyni şeyi deyirsən, ikiniz də eyni şeyi deyirsən. Amma bir-birini başa düşə bilmirsən deyə səslər yüksəlir, boş-boş danışır. Və bu da insanın qəlbinə təsir edir, insanın ruhuna təsir edir. Ayət-i kərimədə Allah-u Teala Müminin surəsini anlatır. Müminin surəsində qad əfləhə müminun, möminlər qurtulmuşdur deyir. Yəni, nicat tapmışlardır, ahirətlərini qurtarmışlardır. Onların xüsusiyyətlərini sayır. Əllədinəhum fi salatihim xaşiun, onlar namazda xuşu içindədirlər. Vəllədinəhum anillahu muridun. İkinci də onlar boş sözlərdən və faydasız işlərdən uzaq dururlardır. Demək ki, mümini qurtuluşa aparan, mümini ahirətini belə desək, abad edən davranışlardan birisi nədir? Boş sözlərdən uzaq durmaq, faydasız işlərlə məşğul olmamaqdır. Boş sözlərdən uzaq durmaq lazım. Hər şeyə danışmağa, hər kəsə cavab verməyə ehtiyac yoxdur. Yəni. Bu insan qəlbini, insan ruhunu öldürməkdədir. Zaten yuxarıda da dedik, kim Allaha və ahirət gününə iman edirsə, ya xeyir söyləsin, ya da sussun, deyir Allah Resulü. Demək ki, ya xeyir söyləməmiz lazımdır, ya da susmamız lazımdır. Bu, Peyğəmbər Aleyhisselamın bizə önəmli bir tavsiyəsidir, önəmli bir sünnətidir. Bəzən biz
Peyğəmbər əleyhissalama uymağı, Peyğəmbər əleyhissalamın sünnətini yaşamağı sadəcə məsciddə, namazlardakı sünnətlərə bağlayır. Və yaxud da belə deyim, fərqli, ixtilaflı məsələlər üzərindən sünnət yaşatmağa çalışır. Amma onlara verdiyimiz diqqət qədər, dəyər qədər insan həyatın içərisindəki sünnətlərə də dəyər verməsi lazımdır. Məsələn, bir insan namazdakı sünnətlərə titizliklə yanaşdığı kimi, məsələn, ya xeyir söyləməli, ya da susmalı sünnətinə də uyması lazımdır. Və yaxud da ayət-i kərimənin ifadəsi olan boş sözlərdən və faydasız işlərdən uzaq durması lazımdır. Və yaxud da söz daşımaması lazımdır. Qeybət etməməsi lazımdır. Qüsur araşdırmaması lazımdır. Başqalarının ayıblarını araşdırmaması lazımdır. Bunların hər biri ayət-i kərimə ilə bizə bildirilən davranışlardır. Ədəb qaydalarıdır, əxlaq qaydalarıdır, muaməlatdır. Bunlara da insan diqqət etməsi lazım. Qul haqqına diqqət etməsi lazım. Sadəcə sünnət dediyimiz şey məsciddə və yaxud da namazda yaşanılacaq bir şey deyil. Oturub yemək yediyimiz zaman bəsmələ çəkirikmi, sağ əlimizlə yeyirikmi, acmadan otururuqmu, tam doymadan qalxırıqmı, yemək yeyərkən yemək ədəbinə diqqət edirikmi? Bunların hamısı sünnətdir. Və sünnət həyatın hər bir sahəsində yaşanmaqdadır. Bunu tam yaşadığımız zaman biz Allah Resulü'nün həqiqətən sünnətini yaşamış oluruq. Yoxsa sadəcə özümüz etdiklərimizi aradan çıxarıb başqalarına dediyimiz zaman bu artıq biraz daha sünnəti tövsiyə etməkdən başqa fərqli mənalar daşımaqdadır. Fərqli fikirlər ortaya çıxarmaqdadır, belə desək. Yəni, həqiqi bir müsəlman həyatın hər sahəsindəki sünnətlərə titizliklə yanaşması lazımdır. Son olaraq, başqa bir hədis şərifdə Allah Resulü buyurur ki, özünü doğrudan maraqlandırmayan bir şeyi tərk etməsi insanın yaxşı müsəlman olduğunun əlamətidir. Yəni, bir şey bizi əlaqədar etmirsə, bizi maraqlandırmırsa, bizə bir faydası yoxsa, ümmətə bir faydası yoxsa, onu tərk etmək o insanın həqiqi bir müsəlman olduğu, gözəl bir müsəlman olduğunun dəlilidir, işarətidir, qardaşlar. Onun üçün dediyimiz sözə, etdiyimiz hal və hərəkətlərə diqqət etməmiz lazım. Ağzımızdan çıxan hər bir söz əleyhimizə və yaxud da lehimizə yazılmaqdadır və qarşımıza ahirətdə, hesab günündə qarşımıza çıxarılacaqdır. Bugün xütbənin mövzusunda da vardır və insan deyəcəkdir ki, bu necə bir kitabdır ki, balaca, yekə demədən hər şey yazmışlar. Yəni, bizim xırda gördüklərimiz də orada olacaqdır, bizim böyük gördüklərimiz orada olacaq və hər biri qarşımıza çıxarılacaqdır. Rabbim əməl dəftərimizi gözəlliklərlə yazan qullarından eyləsin və sağ tərəfimizdən əməl dəftərlərimizi alanlardan eyləsin. Hər daim xeyir söyləyib, xeyir eşidənlərdən eyləsin. Elhamdülillahi Rabbil Alemin. Bugün Səmərdə danışdıq şeylərlə də öz dillərində isə desin, bəlkə öz dillərində deyəndə isə başa düşərlərdən ki, yolda əyləməsinlərdən Allah'ın kimi. Olar mı? Səməd. Сейчас скажем, да?